1902-ci ildə Britaniyalı alimlər William Bayliss və Ernest Starling mədədə turşuluğu tənzimləyən sekretin adında bir maddə kəşf etdilər ki, sonradan 1905-ci ildə Ernest Starling bu maddəni Yunanca mənası hərəkət etdirmək və təhrik etdirmək olan hormon adı ilə adlandırdı. Məlumatlara keçməmişdən əvvəl kanala abunə olmaqla bizlərə dəstək ola bilərsiniz. Sizin dəstəyiniz bizim üçün böyük motivasiyadır. Orqanizmin funksiyalarını, həmçinin onun psixi halını tənzimləyən 100-ə qədər hormonlar məlumdur. Belə ki, mədə-altı vəznin ifraz etdiyi insulin hormonu qanda şəkərin miqdarını tənzimləyir. Həmçinin böyrəküstü vəznin ifraz etdiyi adrenalin hormonu isə qan dövranını yüksəltməklə orqanizmin stresə qarşı mübarizəsini artırır. Noradrenalin hormonu isə adrenalinin davamlı fəaliyyətinə kömək edir. Həmçinin uzun müddət stres zamanı kortizol adında da bir hormon ifraz olunur ki, bu da qanda qlikozanın miqdarını artırmaqla orqanizmin stresə qarşı mübarizəsini gücləndirir. Beyində epifizin ifraz etdiyi melatonin hormonu isə yuxumuzu nizamlayır. Həmçinin hipofizin ifraz etdiyi somatotropin adında bir hormon isə böyüməni və inkişafı tənzimləyir. Əlavə olaraq serotonin adında bir hormon vardır ki, bu da insanın əhval-ruhiyyəsinin yüksəlməsinə xidmət edir ki, ona görə də serotoninə xoşbəxtlik hormonu da deyirlər. Dopamin adında hormon isə motivasiya və mükafatlandırma hisslərini artırmasına kömək edir. Endorfin adında hormon isə ağrıya qarşı orqanizmin mübarizəsini gücləndirir. Həmçinin sosial münasibətlərimizi tənzimləyən oksitosin adında hormon da vardır ki, ona da bəzən sevgi hormonu da deyirlər. Maraqlı məlumatların davamı üçün videonu bəyənməklə bizlərə dəstək olmağı unutmayın.